Həyatda hər şeyi özü həll eləməyə məcbur buraxılmış qızlar bu həyatda 1-0 öndə yox, 20-0 öndə başlayırlar. Çünki onlar erkən yaşda çox böyük məsuliyyətlər alırlar boyunlarına. Məsələ burada təkcə maddiyyatdan, işdən, gücdən getmir. Mənəvi yükü də çox götürürlər. Yəni burada məsələ sırf atası olmayan qızlardan getmir. İstər atası, istər anası, istərsə də hər iki valideyni olub, amma valideynsiz qalan insanlardan gedir. Özünüz bildiniz nə demək istəyirəm. Həqiqətən belə bir qız olaraq bu cəmiyyətdə ayaqda qalmağa çalışmaq, sağ qalmağa çalışmaq çox çətindir. Hansı ki, sən bunu sözlərə heç vaxt dökə bilmərsən. Bunu ancaq bu situasiyanı yaşayan insanlar başa düşər. Amma mən düşünürəm ki, biz nə qədər bu qədər ağır yükün altında qalsaq da, mütləq şəkildə Tanrı bir gün çox böyük işıqla bizi rastlaşdıracaq. Amma ilk işıq elə özümüzdən başlayır. Biz o içimizdəki işığı görəndən sonra artıq bütün işıqların fərqində ola bilirik və mən niyyət edirəm ki, mən qarşı hamımızın yolu hər zaman mərhəmətli, vicdanlı və qəlbi gözəl insanlarla rastlaşsın. Çünki bu tip insanlarla rastlaşanda həyatımız daha rahat və daha gözəl olur.